Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda minlərlə qəhrəman vətən övladı həyatını itirdi, şəhidlik zirvəsinə ucaldı. Elə oğullarımız da var ki, onlar gərgin döyüşlər nəticəsində itkin düşüb. Bir çoxunun yeri hələ də məlum deyil. Ancaq sevindirici haldır ki, torpaqlarımız Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində yaradılan güclü ordumuzun, qəhrəman oğullarımızın sayəsində erməni işğalçılarından azad edildi. Bugün azad olunan ərazilərimizdə itkin düşənlərin nişanələri tapıldıqca el oba sevinir, 30 ildən çoxdur ki, itkin yolunu gözləyən ailələr təsəlli tapır. Vaxtilə Qızılqayada itkin düşən 3 şəhidin kimliyi dəqiqləşdirildi və onlar 20 fevral 2026-cı il tarixində doğulub boya başa çatdıqları Bərdə rayonuna gətirildilər. Günorta saatlarında Bərdənin Kələntərli kəndinə Qılman Surxayoğlu Hacıyevin nəşi gətirilərək ailəsinə təhvil verildi. Rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, ictimai təşkilatların nümayəndələri, eləcə də keçmiş döyüş yoldaşları və qazilər və Şəhidlər Ölməz YouTube kanalının və El televiziyasının əməkdaşları və kənd cəmaatı şəhid ailəsini belə bir gündə yalnız buraxmadılar. Şəhidimiz böyük bir izdihamla qarşılandı və son mənzilə yola salındı. Şəhidin tabutu üzərinə salınan bayraq ailəsinə təhvil verildi. Nəzərinizə çatdıraq ki, Qılman Surxayoğlu Hacıyev 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Yanşa kəndi ərazisindəki Qızılqaya yüksəkliyində sonuncu döyüş zamanı şəhidlik zirvəsindən ucalıb. Hərbi orkestrin sədaları altında himnimiz səsləndirildi, Fəxri Qaravul tərəfindən şəhidin xatirəsinə yayılım atəş açıldı. Daha sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Bərdənin Zümrxan kəndinə gətirilən şəhid Hidayət İsaoğlu Vəliyevin dəfn mərasimində iştirak ediblər. Burada da şəhidimiz izdihamla qarşılandı, yüksələn, dalğalanan Azərbaycan bayraqlarının kölgəsində doğma kəndində son mənzilə yola salındı. Fəxrlə deyə bilərik ki, Azərbaycan dünyada bəlkə də yeganə ölkədir ki, dövlət tərəfindən ötən əsrin 90-cı illərində itkin düşənlərin nəşi axtarılır, ailələrinə təhvil verilir, şəhər və rayon rəhbərliyi səviyyəsində dəfn olunur. Qeyd edək ki, Hidayət İsaoğlu Vəliyev də 1994-cü ilin fevralın 11-də Kəlbəcərin Yanşa kəndi ərazisində sonuncu döyüş zamanı itkin düşmüşdü. 30 ildən sonra Hidayətin keçmiş döyüş yoldaşlarının və dövlət orqanlarının birgə apardığı axtarışlar nəticəsində onun da nəşi tapılaraq doğma kəndinə gətirildi. Şəhidin tabutu üzərinə salınan bayraq ailəsinə təhvil verilib. Burada da hərbi orkestrin sədaları altında himnimiz səsləndirilib, Fəxri Qaravul tərəfindən şəhidin xatirəsi üçün yayılım atəş açılıb. Gün ərzində sonuncu olaraq Dadaş Şərifoğlu Dadaşovun nəşi Bərdənin 32-lər kəndinə gətirilib. Burada da şəhid böyük hörmət və ehtiramla qarşılanaraq ictimaiyyət nümayəndələrinin izdihamı ilə son mənzilə yola salınıb. Rayon rəhbərliyi tərəfindən şəhidin tabutu üzərindəki Azərbaycan bayrağı ailəsinə təhvil verilib. Qeyd edək ki, Dadaş Şərifoğlu Dadaşov da digər iki şəhid kimi 1994-cü ilin fevralın 11-də Kəlbəcərin Qızılqaya yüksəkliyində sonuncu döyüş zamanı itkin düşmüşdü. Dəfn mərasimində şəhidin döyüş yoldaşları keçmiş 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunun komandiri Gəray Əsədov, taborun 2-ci bölüyünün komandiri Rizvan Qasımov çıxış edərək şəhidlərimizin ruhuna rəhmət diləyib, ailə üzvlərinə təsəlli veriblər. Bildirilib ki, bütün itkin şəhidlərimizin nəşi axtarılıb, tapılaraq ailələrinə təhvil verilməsi üçün bu işlər davam etdiriləcək. Şəhid Dadaş Dadaşov da hərbi orkestrin sədaları və Fəxri Qaravulun yayılım atəşi ilə torpağa tapşırılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Gülbəniz Abdullayeva, Elgiz Mahmudov, Bərdə.